belə bir fikir var ki, güya evlilik sevgini məhv edir. Yox, evlilikdə bir sınaq var. Evlilik, məişət var, yaxınlıq sınağı var. Əvvəl o sənin üçün əlçatmaz idi, ideallığı qorumaq asan idi də. İndi yaxınlaşmısan o ilə, məişətdə onu görürsən və o gözəllik hissini içində yaratmaq sənə çox çətin olur. Bunun üçün sən gərək dərinə gedəsən. Sən insanlığın da dərinləşsin ki, sən onu yenə də o gözəllikdə, o qeyri-adilikdə, o əvəzsizlikdə kəşf eləyəsən hər gün. Və özü də, həyatı da. Ona görə əslində insanlaşmasan, insan olaraq dərinləşməsən, sənin sevgin qutaracaq, tükənəcək. Evlilik sadəcə olaraq sınaqdır bunun üçün. Çox adam bu sınaqdan keçə bilmir. Bu da var. Amma əslində evlilik sevginin yeni bir aqibətidir. Orada sadəcə olaraq dərinləşərək o səadəti buraxmamaq mümkün.